Deməli, bu xanım tələbəmizlə bugün ilk dərsimizdir. Daha doğrusu ilk sınaq dərsimizdir. İlk qarşılaşdığımız gündür. Bugün biz qərar verəcəyik, davam ya tamam. Xanım mənim izah formama baxacaq, yaxından tanış olacaq. Mən də xanımın qavrama qabiliyyətinə baxıb, ona uyğun da qərar verəcəyik. Ancaq sizlərə bildirmək istədiyim, vermək istədiyim bir başqa məlumat var, göstərmək istədiyim bir başqa məqam var. Baxın, xanım ilk dəfədir dərsə gəlir. Məndən öncə bir xanım təlimçidir. 9 saat dedim də. 9 saat təlimdə olub. Baxın ayaq geyiminə. Görün necə altı nazik, düz, rahat bir geyimdə gəlib. İndi mən siması düşməsin deyə simasını çəkib sizlərə göstərmirəm. Geyimi də rahatdır, saçı da yığılıdır. Yəni hər şey çox gözəl, mükəmməl şəkildə də düşünüb gəlib. Bəlkə də bəxtəxuda belə olub, tərzi budur. Yəni sizlər dərsə qoşularkən əzizlərim, altı çalışın ki, altı nazik ayaqqabıda gələsiniz. Və yaxud da hər hansısa səbəbdən dolayı altı nazik ayaqqabı geymək istəmirsiniz, tutalım. Altı qalın ayaqqabı geyinirsinizsə də özünüzlə altı nazik bu sayaq bir ayaqqabı gətirin. Yəni mənə bu rahatdır deyib, altı bu hündürlükdə olan ayaqqabıda gəlməyin. O sizə yeriş üçün bəli, rahatlıq verə bilər. Ancaq siz altı qalın ayaqqabıda pedalı hiss eləyə bilməyəcəksiniz. Və yaxud da həddən ziyadə geyiminiz narahat olur, yəni ötəri deyirəm də mən. Gəlirsiniz ayaqlarınızı hansı ki sol ayağı uzat qızım sola, sol ayağı. Bu tərəfə yəni. Sol ayaq, yox, çox yox, sərdə saxla. Sol ayaq solda olmalıdır, sağ ayağı ayırmalısınız. Yəni bu şəkildə. Amma geyiminiz ona imkan vermir, narahat qalırsınız. Və yaxud da saçlarınız açıq gəlirsiniz, sağa dönəndə, sola dönəndə, güzgülərə baxanda saçınız imkan vermir, görüntünü məhdudlaşdırır. Yəni bu şeyləri özünüz düşünün, dərsə gələndə dərsə uyğun bir geyim tərzində gəlin.